Uşaqların inkişafında əmək vəsaitlərinin rolu olduqca böyükdür. Bununla uşaqlar mövzuları daha yaxşı mənimsəyir və eyni zamanda onlarda bir neçə bacarıqlar formalaşır. Mərkəzimizdə 500-ə yaxın zəka inkişaf edici oyunlar var və eyni zamanda bununla yanaşı müəllimlər tərəfimizdən hazırlanmış mövzular üzrə bir çox əmək vəsaitlərimiz var. Bunların bir neçəsini sizə təqdim etmək istəyirəm. Hansı ki, bu əmək vəsaitlər motor bacarıqlarının, analiz, sintez bacarıqlarının, eyni zamanda təhlil etmə, uyğunlaşdırma, bir çox bacarıqların inkişafına zəmin yaradır. Məsələn, uşaqlar burada çubuqlar keçirməklə rəngləri uyğunlaşdırmağı bacarırlar. Daha sonra isə renkli toplarla yenidən burada sıbağların üzərinə pinset vasitəsilə pomponları yerləşdirir. Burada da uşaqlarda uyğunlaşdırma bacarıqları formalaşır. Meyvələr mövzumuz üzrə hazırlanmış maketimizdə uşaqlarda motor bacarıqları inkişaf edir. Bu maketimizdə isə uşaqlar hansı heyvanın hansı qidaları qəbul etdiyini bir-bir uyğunlaşdırırlar. Məsələn, pişik, balıqları. Bir digər əmək vəsaitimizdə uşaqlar rəqəmləri öyrənirlər. Məsələn, bir rəqəm varsa, bir muncuğu qaldırır. Burada motor bacarıqları da inkişaf etmiş olur. Daha sonra eyni zamanda bir balıq göstərilib. 2 rəqəm varsa, 2 muncuq və 2 çiçək göstərilib. Beləcə davam edir. Bu maketimizdə isə əşyanın yeri müəyyənləşdirilir. Məsələn, pişik stolun altındadır. Pişik stolun üstündədir. Pişik stolun yanındadır. Bu şəkildə. Bu maketimizdə isə həm motor bacarıqları inkişaf edir, həm də uşaqlar heyvanları yaşadığı məkanlara uyğun olaraq uyğunlaşdırırlar. Burada da uşaqların motor bacarıqları, kiçik motor bacarıqları inkişaf edir. Burada isə kölgələrini uyğunlaşdırma. Bu maketimizdə isə həm motor bacarıqları inkişaf edir, uşaqlar həm fiqurları uyğunlaşdırırlar, həm də eyni zamanda rəngləri öyrənirlər. Bir digər maketimizdə də yenə də kiçik motor bacarıqlarının inkişafına zəmin yaradılır. Nəqliyyat vasitələri uyğun olaraq yerləşdirilib. Quru nəqliyyat vasitəsi, hava nəqliyyatı, su nəqliyyatı bu şəkildə. Peşələr mövzusuna hazırlanmış maketimizdə isə uşaqlar peşələrə aid olan ləvazimatları uyğunlaşdırırlar. Məsələn, Fövqəladə Hallar Nazirliyi, yanğın söndürən. Sensor bacarıqlarının inkişafı üçün hazırlanmış maketimizdə isə uşaqlar ayaqları vasitəsilə toxunaraq hiss etməyi bacarırlar. Rəqəmləri uyğunlaşdırma hər iki tərəfdən. Məsələn, 5-dirsə 5 damla olanı gətirib uyğunlaşdırırıq və yaxud 6-dırsa 6-nı. Çiçəyin ləçəklərinə uyğun olaraq. Nəzərinizə çatdıraq ki, göstərilən fəaliyyətlərin hər biri müəllimlərimiz tərəfindən peşəkarca dərslərdə istifadə olunur və uşaqlar tərəfindən mövzular daha yaxşı mənimsənilir.